Salam uşaqlar, ümidvaram hər biriniz yaxşısınız. Dünən paylaşdığımız kimi həmin sınağın izahını verəcəyik. Deməli, bu sınağın, eləcə də bundan əvvəlki paylaşdığım buraxılış tipli sualları PDF formasını Telegram kanalımızdan əldə edə bilərsiniz və mənim şəxsi nömrəm və Telegram kanalının linki YouTube kanalında qeyd olunub. Yəni orada üzərinə vursaz kanalın, yəni yuxarı hissədə hər biri linki orada qeyd olunub. Yəni oradan keçid edib əldə edə bilərsiniz. Və ümidvaram ki, o şikayət eləyənlər artıq olmayacaq. Çünki bu sınağın içərisində asan suallar da var, orta suallar da var və çətin suallar da var. Yəni bildiyimiz kimi sınaqdır. Bu həqiqətən əsl buraxılış tipli sınaq olacaq. Deməli, birinci sual deyir, x-in hansı qiymətində kəsrin qiyməti sıfıra bərabərdir? Biz bilirik ki, kəsrin qiyməti nə vaxt sıfır olar? Biz bilirik ki, kəsir ümumiyyətlə bölməməlidir. Ya sıfıra bərabər olması üçün sürət sıfır olmalıdır. Yəni biz məxrəcə sıfır yaza bilərik? Təbii ki də yox. Məxrəcə sıfır yazmaq olmaz. Yəni sıfırdan fərqli olmalıdır. Buraya yazıram x fərqli sıfır. Yəni məxrəc sıfırdan fərqli olmalıdır. Və sürət də sıfıra bərabər olmalıdır ki, istənilən ədəd biz bilirik ki, sıfırı istənilən ədədə böləndə yekun qiyməti nə olur? Sıfır olur. Onda mən bu kəsin sürətini sıfıra bərabər götürməliyim. Onda olacaq 2x çıxılsın 4 bərabər sıfıra. Buradan 2x bərabər müsbət 4. X də bərabərdir müsbət 2-yə. Yəni doğru cavab olacaq A variantı. Buranı təmizliyə keçək ikinci sualı. Deməli, biz ikinci sualda nə edəcəyik artıq? Yəni 20% zərərlə satılıbsa 144 manat. Yəni 20% zərərlə satılıbsa, yəni 100% götürsək, 20% zərərdirsə, 20% zərər. Onda 80% nə olacaq? Burada xeyir olacaq da, elə deyil. Yəni 80% qalacaq da, belə deyil. 80% xeyir olacaq deməyək, 80% qalacaq. Onda deməli, burada 20% zərərlə satılıbsa, deməli 80% qalıb. Yəni 80% 144 olan ədəd. Yəni 80% 144-dürsə, onda 100% x olacaq. Buradan da çarpaz vurub tapsaq, olacaq x bərabərdir 80-də 100 vurulsun 144. 144. Buradan 0-ın biri ixtisar gedər. 144-ü 8-ə bölündü, qalacaq 18. 18-də 10-a vursaq eləyəcək neçə? 180. Deməli, mənim x-im neçə imiş? X-im oldu neçə? 180. Belə yazaq. X bərabər 180. Deməli, mənim əvvəlki ədədim 180 imiş. İndi deyir ki, bunu 20% xeyirlə sataq. İndi 20% xeyirlə satırıqsa, 100% 180 oldu da. İndi 20% xeyirlə olacaq nə? 120 bu səfər. 120%. Deməli, 100% 180-dirsə, buranı da silək beyniniz qarışmasın. 120% olacaq x. Buradan x-i yenidən tapsaq, çarpaz vursaq, olacaq x bərabərdir. 120 vurulsun 80, bölünsün 100-ə. Buradan sıfırlar ixtisar gedər. 12-yi də 8-ə vursaq, daha doğrusu burada 180-dir, 18. 12-yi də 18-ə vursaq, eləyəcək neçə? 216. 216. Yəni doğru cavab olacaq burada da yekunda 216 Y variantı. Təbii ki, biz bunu tənasüblə həll elədik və yaxud da nisbət düsturundan da istifadə edib tapa bilərik. Yəni məsəl üçün misal olaraq deyə bilərəm ki, burada 144 biz başqa 180 başqa cür necə tapardıq? Məsəl üçün 20% zərərlə satıbsa dedik 80% qalacaq da. Hansı ədədin məsəl üçün 80% 144 eləyər. Yəni buradan da x-i asanlıqla tapa bilərsiniz və yaxud da tənasüb. Keçək üçüncü suala. Deyir, tənliyini həll eləyin. Burada təbii ki, çarpaz vursaq, onda olacaq 2x üstə gəlsin 6 bərabərdir. Bunun ayağında məxrəcə elə 1 var da. Biri 2x plus 6-ya vuranda elə öz eləyir. 5-i də x minus 3-ə vuracaq. Eləyəcək elə 5x çıxılsın 15. Buradan da 5x-i digər tərəfə adladıram. Olacaq 2x çıxılsın 5x bərabərdir. 6-nı da digər tərəfə keçirsəm, olacaq mənfi 15 çıxılsın 6-ya. Bu da eləyəcək mənfi 3x bərabərdir mənfi 21-ə. Hər tərəfdə mənfi 3-ə bölsəm eləyəcək müsbət 7. Deməli, x neçəymiş? Müsbət 7. Keçək dördüncü suala. Buranı təmizləyək. Deyir ifadəsinin nə oldu? Deyir ifadəsinin qiymətini tapın. Təbii ki, biz burada bilirik ki, bu ifadə nəyin açılışdır? Sinus alfa çıxılsın bettanın açılışı. Bunun açılışı necə idi? Sinus alfa kosinus betta çıxılsın, çıxmada çıxma olur da. Bir də kosinus alfa vurulsun sinus bettaya. Buradan da açılış birbaşa bərabərdir yazıram. Olacaq nə? Sinus 61 çıxılsın 31. Bu da bərabər deyiləcək nə? Sinus 30 dərəcə. Sinus 30 dərəcədə biz bilirik ki, 2-də 1-ə bərabərdir. Yəni doğru cavab olacaq D variantı. 5-ci sual, buranı təmizləyim. Deyir ki, dövrü onluq kəsri aşağıdakılardan hansına bərabərdir? Deməli, ilk öncə 0,5
3, dövr 7. Biz nə edirdik burada? Dövrlərin sayı qədər 9 əlavə edirdik və dövrdən əvvəl neçə ədəd varsa 0 əlavə edirdik. O qədər, sayı qədər də. Yuxarıda da yazırdıq ədədin özünü, yəni 37. Çıxılsın dövrün qarşısındakı ədəd 3. Bu da bərabər olacaq nəyə? 90-da 34-ə. Bu da hər tərəfi 2-yə bölsək qalacaq nəyə? 45-də 17. Yəni doğru cavab olacaq burada da B variantı. Keçək 6-cı suala. Buranı da silim. Deyir ki, bərabərsizliyi həll eləyin. Təbii ki, biz bilirik ki, bu kvadrat tənlikdir. Viet teoremindən həll edə bilərik. X kvadrat çıxılsın 9x üstə gəlsin 20 kiçikdir 0. Kökləri nə olacaq? Vuranda müsbət 20, toplayanda əks işarənin mənfi 9. Yəni mənfi 9-un əksi nədir? Müsbət 9. Deməli, vuranda eləməlidir 20, toplayanda eləməlidir müsbət 9. Təbii ki, 20-nin vurğuları ilk olaraq 4 ilə 5 ağla gəldi. Həqiqətən 4-ü 5-ə vuranda 20 eləyir, toplayanda müsbət 9. Deməli, onda olacaq x minus 4 və x minus 5. Bir də kiçik olmalıdır nədən? 0-dan. İndi burada da ədəd oxunu çəkirəm, intervallarla həll eləsək olacaq 4 ilə 5 götürürəm. İntervallarımı qeyd edirəm. 5-dən böyük qiymət versəm, üstəgəl olacaq. 4-5 arası versəm qiymət mənfi olacaq. 4-dən kiçik versəm mənfi bir-birinə vuranda yenə müsbət olacaq. Mənə 0-dan deyir kiçikdir və ciddi bərabərsizlikdir. Ciddi bərabərsizlikdirsə heç biri daxil olmayacaq. Dairələrin yəni içi boş olacaq və mənə deyir 0-dan kiçik olsun. 0-dan kiçik olan isə, yəni mənfi isə 4-5 aralığıdır. Onda olacaq mənim ifadəmin qiyməti 4-5 aralığı. Yəni doğru cavab olacaq A variantı. Keçək 7-ci suala. Deyir ki, ifadəsinin qiymətini tapın. Loqaritma 3-dən 8 vurulsun loqaritma 8-dən 27-yə. Burada təbii ki, 8-lər ixtisar apara bilərik. Bizim belə bir qaydamız var. Yəni yekunda olacaq loqaritma 3-dən 27, o da bərabərdir. Nəyin 3 üstü neçə 27 eləyər? Təbii ki də 3. Yəni loqaritma 3 üstündən 27 3-ə bərabər. Doğru cavab olacaq D variantı. Təbii ki, buradakı bu qaydanı biz artıra da bilərik. Yaza bilərik. Məsəl üçün loqaritma A-dan B vurulsun loqaritma B-dən C və yaxud da loqaritma olsun C-dən D-yə. Buradan hər birini ixtisar aparıb yekunda yaza bilərəm ki, loqaritma A-dan D. Yəni bizim belə bir qaydamız var. Keçək növbəti sualımız. Görək bizdən nə istəyir. Deyir 8. 3-ə bölünən A 4A, 5B, 7 ədədi üçün A plus B-nin ən böyük qiymətini tapın. Təbii ki, biz 3-ə bölmə əlamətini bilirik də. Yəqin ki, bilirik. Yəni 3-ə bölmə əlaməti ədədin rəqəmləri cəmi 3-ə bölünürsə həmin ədəd 3-ə bölünür. İndi gəlin bu rəqəmləri cəmliyi olacaq 4 üstə gəlsin A, üstə gəlsin 5, üstə gəlsin B, üstə gəlsin 7. Bu da yekunda olacaq A, üstə gəlsin B, üstə gəlsin 4 ilə 5 toplasaq 9, üstünə də 7 gəlsək 16. Yekunda aldıq nə? A üstə gəlsin B, üstə gəlsin 16. İndi 3-ə bölünən, indi bu ədəd artıq 16-dan böyükdə 16-nın üzərinə gəlirəm. 16-dan böyük 3-ə bölünən ən böyük ədədi tapacaq. Məsəl üçün 18 ola bilər, onda A plus B-nin qiyməti 2 olar. Amma bundan da yaxşı yazaq, A plus B-nin qiyməti 2 ola bilər. Sonra 21 3-ə tam bölünür. Ondan 16-nın üstünə neçə gəlməliyik? Məsəl üçün 5 gələ bilərik. Sonra 3-ə bölünən 24 3-ə bölünür. Onda 16-nın üstünə gəlməliyəm. 8 gələ bilərəm. Sonra 24, 27 3-ə bölünür. 27-dən 16 çıxanda nə qalacaq? 11. Yəni A plus B-nin yerinə mən 11 yaza bilərəm. Sonra 27-dən böyük 30 3-ə bölünür. 30-dan 16 çıxsam qalacaq 14. Buradan yazıram 14. Sonra 33 3-ə tam bölünür. 33-dən 16 çıxsam 14 bu. 17 qalacaq. 17. Bir də gələr 36. 36-dan 16 çıxanda qalar 20. A plus B burada rəqəmdirsə, rəqəm maksimum 9 ola bilər də. 9-dan 9-u toplasaq 18 eləyir. 20 eləməz cəm. Ona görə artıq mən 20-dən o tərəfə keçmirəm və 20-ni də özüm götürmürəm. Bunların da içində ən böyük hansıdır? Təbii ki də 17. Yəni doğru cavab burada olacaq A variantı. Keçək növbəti sualımıza. Deməli, deyir ki, 9-cu sualda bərabər yanlı ABC üçbucağında AC oturacağın uzunluğu 16-ya, medianların kəsişmə nöqtəsindən AC-yə qədər məsafə isə 2-yə bərabərdir. ABC üçbucağın perimetrini tapın. İndi isə gəlin cümlə oxuyaq və tətbiq edək. Deyir, bərabər yanlı ABC üçbucağında AC oturacağın uzunluğu 16-dır. Yaxşı, onda mən ABC bərabər yanlı üçbucağını çəkirəm və AC oturacaq. Bura A olsun, bura B olsun, bura da C olsun. AC oturacağı nəyə bərabərdir? 16-ya. 16. Qeyd elədim 16. Deyir, medianların kəsişmə nöqtəsini. Tutaq ki, bura ağırlıq mərkəzidir. Medianların kəsişmə nöqtəsidir da.
Deyir AC-yə qədər məsafə. Yəni buradan bura qədər məsafə təbii ki, perpendikulyar çəkik. Olacaq neçə? 2. İndi bu mediandırsa, deməli, mən neyəcəm? Həmin medianın uzantısını tam çəkəcəm də. Burada olsun BD median. Bura 2 isə biz bilirdik ki, median həmin o ağırlıq mərkəzində bölünəndə 2K-nın K-ya nisbətində bölünür. İndi bu K 2-yə bərabərdirsə, 2K buranın 2 misli olacaq da. Bu hissənin 2 misli. Bura 2-dirsə, bura onda olacaq nə? 4. Yəni ümumi uzunluq onda neçə olacaq? 6-ya. Ümumi uzunluq oldu 6-ya. Və bu da biz bilirik ki, bərabər yanlı üçbucağın medianı həm də onun hündürlüyü, həm də tənböləndir. Onda median olacaq bura 16 idisə, onda olacaq 8 hissələrə böləcək. Burada da düzbucaqlı üçbucaq alındığı üçün baxın, bura düzbucaqdır. 6 8 burada BC tərəfi avtomatik olacaq neçə qiyməti 10. Burada keçən səfər bir nəfər sual vermişdi ki, müəllim bəs bu 10-u necə tapırıq? Yadınızda saxlayın Pifaqor teoremində. Bura tutaq ki A tərəfdir, bura B tərəfdirsə, bura C tərəfdirsə, onda olacaq A-nın kvadratı üstə gəlib B-nin kvadratı bərabər də olmalıdır C-nin kvadratı. Yəni 6-nın kvadratı olacaq 36 üstə gəlsin 8-in kvadratı 64 bərabər eləməlidir bu C-nin kvadratı. Yəni BC-nin kvadratı. Lap yazıram C-nin kvadratı. Buradan da olacaq C kvadratı bərabər toplayanda 100 eləyir. Hər tərəfdən də kök alsam plus minus 10 eləyir. Amma məsafə olduğu üçün müsbət 10 götürəcəm. Yəni BC olur neçə? 10. Bu arada bunu da demiş olduq. Yəqin ki, həmin şəxs baxdı və öyrənmiş oldu qaydanı. İndi bu da bərabər yanlı olduğu üçün BC 10-dursa, onda ABD nə olacaq? 10 olacaq. Məndən də perimetr soruşur. P bərabər olacaq 10 üstə gəlsin. 10 üstə gəlsin 16. Bu da eləyəcək neçə? 36 eləyir də. Yəni doğru cavab olacaq. Burada da D variantı. Buranı təmizləyək keçək növbəti sualımıza. 10-cu sual deyir, kompleks ədədin qoşmasını tapın. Təbii ki, mən ümumi şəkildə yazıram. A üstə gəlsin BI. Bunun qoşması olacaq Z A çıxılsın BI. Yəni burada nə fərq var? İşarə fərqi var. Yəni müsbətsə mənfisini götürür, mənfisə müsbətini götürürük. İndi biz misalımıza tətbiq etsək, yəqin çoxunuz deyirsiniz ki, A variantı. Xeyr, A variantı deyil. Niyə? Çünki bizdə 2i və 3-ün xəyali hissə ilə həqiqi hissə elə bil yerlərini dəyişib də. Onda mənim z-im olacaq nə? 3 üstə gəlsin 2i. Biz düsturda i-ni harda yazmışıq? Sonda yazmışıq da, ikinci yazmışıq. Onda biz yerini dəyişdirməliyik. Təbii ki, siz çaşdırmaqdan ötürü veriblər. Buradan da onda bunun qoşması olacaq 3 çıxılsın 2i-yə. İndi burada yerlərini dəyişdirə bilərik və yaxud da mənfi 2i üstə gəlsin 3 şəklində də ola bilər. İndi variantda necə veribsə. Burada variant təbii ki, doğru cavab olacaq B variantı. Yəni biz burada yekun olaraq desək, yəni i-nin əmsalı işarəsi dəyişməlidir. Keçək 11-ci suala. İndi şərhlərdə qeyd edəsiniz ki, müəllim çox asan oldu. Ümid edirəm artıq o şərhləri görmərəm. Deməli, burada nəyə ixtisar eləyə bilərəm? Biraz da yaxınlaşdıraq. Təbii ki, burada bölmə əməlidirsə, onda mən tərsinə vuracam. Yəni olacaq 3b bölünsün m n vurulsun. Böləndə tərsinə vururuq kəsin. B kvadrat n-ci aşağı 6m kvadrat n də yuxarıya çıxacaq. Burada n-lər ixtisar gedir. B-lərin biri ixtisar gedir. Burada B qalacaq. Buradan m-lərin biri ixtisar gedir. Burada qalacaq m. 6-ı 3-ə vuranda eləyəcək 18. Bir dənə də m-imiz var idi. Yuxarıda yazıram m. Aşağıda bir dənə nə qalmışdı? B. 18m bölünsün B. Yəni 11-də də doğru cavab olacaq nə? C variantı. Keçək 12-ci suala. Buranı təmizləyək. Deməli, sualda deyir ki, ifadəsinin qiymətini tapın. Baxın, bu ifadədə elə birbaşa yazacağım bərabərdir. Bu birinci ifadədir. Kök altda 5-i mən mötərizə xaricdən çıxartsam, kök altda 5. İçəridə qalacaq, onu 5-ə bölünənə qalır 2. Yəni kök altda 2. Çıxılsın 1. Sonra bir də bu kök altda 2 plus 1 elə gətirib bunun yanında yazıram. Kök altda 2 plus 1. Sonra bu ifadəni, yəni bu ifadə ilə bu ifadəni yazdım artıq. İndi qaldı bu ifadə. Bu ifadədən də kök altda 2 mötərizə xaricdən çıxarsam, olacaq vurulsun kök altda 2. Qalacaq içəridə kök altda 5, üstə gəl 1. Bir də bu ifadə, bu getdi artıq. Bir də qaldı bu ifadə. Yəni kök altda 5, kök altında 5 minus 1. Bu da bərabərdir A minus B, A üstə gəl B. Bu da biz bilirdik nəyin açılışdır? A kvadrat minus B kvadratın açılışı. İndi burada kök altda 5, kök altda 2-yə vursam, ən əvvəldə yazıram. Eləyəcək kök altında 10. Vurulsun. Burada olacaq birincinin kvadratı, yəni kök altda 2-nin kvadratı çıxılsın, B-nin kvadratı, yəni 1-in kvadratı. Kök altda 2-nin kvadratı eləyəcək nə? 2 çıxılsın, 1-in kvadratı da 1 eləyəcək. Vurulsun, burada yenə A plus B, A minus B-dir. 5-in kvadratı eləyəcək 5, çıxılsın, 1-in kvadratı eləyəcək 1. Bu da bərabər olacaq. Hesablasaq. Kök altda onun özü. Vurulsun, 2-dən 1 çıxanda 1 qalır. Vurulsun, bir də 5-dən də 1 çıxanda 4 qalır. Bu da yekunda olacaq. Biri zaten vursaq bir əhəmiyyət kəsb eləmir. Olacaq 4 kök altda 10. Yəni doğru cavab olacaq B variantı. Keçək növbəti sualımıza.
Deyir ki, 13-də tənliyin ən kiçik müsbət kökünü tapın. Təbii ki, 2 sinus x bərabər kök altda 2-dirsə, hər tərəf 2-yə bölərəm, olacaq sinus x bərabər 2-də kök altda 2-yə. Sinus da 2-də kök altda 2-ni neçə dərəcədə alır? Olacaq, yəni x bərabərdir, -1 üstü k. Pi bölünsün 4, yəni 45-də alır. Pi bölü 4 plus pi k-dan. Buradan da təbii ki, ən kiçik kökü nə olacaq? Təbii ki, k-ya burada 0 yazsaq, pi bölü 4. Yəni k-nın yerinə 0 yazsaq. Olacaq Y variantı. Keçək 14-cü suala. Buranı təmizləyim. Deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün NA 10 olarsa, A fərq B çoxluğunun ən çox neçə elementi olar? Ən çox neçə element olar? Yəni A-nın B-də olmayan element. Yəni bura tutaq ki, belə bir Euler-Venn diaqram çəkək. Bu A olsun, bu B çoxluğu olsun. NA-nın 10 elementi var və bunların kəsişməsi deyir boş deyil. Bunların kəsişməsi boş deyilsə, onda ən az mən bura 1 yazaram və A çoxluğunun neçə elementi var idi? 10 elementdə. Bura 1-dirsə, onda burada nə yazmalıyım? 9. Bu çəmbərin içinə olsun 10 olsun da, elə deyil. Yəni maksimum 10 dənə elementi var idi da. Olacaq bura 9, burada 1. Yəni kəsişməsi boş deyil deyə, onda mən ən az 1 yazmalıyam da. Və A fərq B-nin ən böyük olması üçün burada ən böyük ədəd durar da. Yəni bu hissə ən böyük olmalıdır ki, A fərq B ən böyük qiymət alsın. Yəni olacaq neçə? 9. İndi biz burada məsəl üçün 2 də yaza bilərdik də. Onda bura nə olacaq? 8. Onda A-nın B-də olmayan elementləri olacaq neçə? 8. Yəni indi bizdə ən çox soruşuraq. A fərq B-nin ən çox olması üçün və bunların kəsişməsi boş deyil deyə, onda bura ən az 1 yazaram ki, bura ən çox olsun. A fərq B-də olacaq nə? 9-a. Keçək növbəti sual, 15-ci sual. Deyir, düz xəttin bucaq əmsalını tapın. Təbii ki, 6x minus 2y bərabərdir 3-dürsə, buradan olacaq -2y. Y-i tapmalıyam bu arada. Olacaq 3 çıxılsın 6x. Lap belə yazaq da, -6x üstə gəlsin 3. Hər tərəfdən -2-yə bölsək, olacaq y bərabərdir 3x çıxılsın 1,5. Biz bilirik ki, y bərabərdir kx plus b-dir. Yəni burada bucaq əmsalı mənim k-mdır. Yəni x-in yanında duran ədəd. Burada da x-in yanında duran ədəd 3-dür. Yəni yekun cavab olacaq k bərabərdir 3-ə. Yəni bucaq əmsalı. Keçək 16-cı suala. Deyir, bərabər yanlı trapeziyanın daxilinə çevrə çəkilmişdir. Bəli, təbii ki, bərabər yanlı trapeziyanın təkcə daxilinə trapeziya çəkmək olur. Trapeziyanın oturacaqları 4 və 16 olarsa bu çevrənin radiuslarını tapın. Daha doğrusu radiusunu tapın. Yaxşı, onda biz hələ bir bərabər yanlı trapeziya çəkməyə cəhd göstərək, çəkə bilirik. Aha, oldu bu trapeziya. Bir də daxilinə dairə çəksək. Yəni, elə eləyək ki, oxşasın da bu. Bunu biraz incəldək. Bir dəqiqə uşaqlar. Elə eləyək ki, oxşasın da. Aha, məncə oxşadı. Aha, yaxşıdır belə. Deməli, indi deyir ki, oturacaqlar neçədir? Bu 4-dür, biri. Təbii ki, buralar bitişikdir əslində. İndi yaxşı düşməyib də. Bura 4-dür, burada deyir 16-dır. Mən onda nə edirəm? Təbii ki, birbaşa olaraq bu bərabər yanlıdır bu arada. Mən hündürlüyü endirirəm hər bir bucaqdan yuxarıdakı. Bura 4-dürsə, onda bu hissədə olacaq 4. Burada elə bir düz bucaqlı yaranır da. Bura 16 idisə, 16-dan 4 çıxaram. Qalacaq neçə? 12. Və bu bərabər yanlı olduğu üçün bu məsafələr də nə olmalıdır? Bir-birinə bərabər olmalıdır. 12-yi də 2-yə bölsəm olacaq 6, 6. Həqiqətən cəmi yekunda yenə 16 eləyir. Aha, indi mən bilirəm ki, çevrənin 4 bucaqlının, daha doğrusu daxilinə çevrə çəkilibsə, həmin 4 bucaqlının qarşı tərəflərinin cəmi bir-birinə bərabərdir. Ümid edirəm o qayda yadınızda. Tutaq ki, belə bir 4 bucaqlı çəkilib. Bura A-dır, bura B-dir, bura C-dir, bura D-dirsə, onda bizim belə bir qaydamız var. A plus B bərabər C plus D-yə. Yəni qarşı tərəflərin cəmi bir-birinə bərabər. İndi burada da bura 16-dır, burada 4. Cəmi neçə eləyəcək? 20. Deməli bu hissələrin cəmi də 20 eləməlidir. Və bərabər yanlı olduğu üçün burada x-dir, burada x-dir. Onda olacaq 2x bərabərdir 4 plus 16-ya, yəni 20-yə. Hər tərəfdə 2-yə bölsəm x olacaq necə? 10. Deməli bu bərabər yanlı trapeziyanın yan tərəfini çəkmiş 10. Və burada da biz düz bucaq endirmişdik da, elə deyil. Bax, bura düz bucaq. Burada düz bucaqlı 3 bucaq yanar. Hipotenuz 10 olur, katet 6 olur. Görürsünüz, artıq bunu gör neçə dəfə istifadə eləmiş. Bax, indiyə kimi işlədiyimiz buraxılış tipli sualların içərisində artıq neçə dənə bax, bu tipli düz bucaqlı 3 bucaq işləmiş. Bir dəfə yadında saxlayan artıq bilər ki, hipotenuz 10-dursa, katetin biri 6-dırsa, digəri 8 olacaq. Bayaq da hesablamışdıq, artıq hesablamırıq. 6, 8, 10. Deməli, oldu hündürlük nə? 8.
Mən də bilirəm ki, həmin hündürlük elə bu mərkəzdən keçirsəm çevirən mərkəzin. R, yəni 2R bərabər olacaq. Yəni H bərabərdir elə bil 2R. İndi H-ım neçədir? 8. Onda bərabər eləyəcəm 8-ə. R radiusda olacaq neçə? 4. Yəni doğru cavab olacaq R bərabərdir 4-ə. Keçək növbəti suala. Deyir ki, tənliyini həll edin. Deməli, bu hasil sıfıra bərabərsə, deməli, hər birini ayrı-ayrılıqda sıfıra bərabər götürüb həll eləməliyim. 1x çıxılsın 2-ni sıfıra bərabər götürüb həll edəcəm. X bərabər olacaq 2-yə. Bir də loqaritma 3 əsasdan 2x çıxılsın 5 bərabər 0-dan. Deməli, bunu həll eləsəm, olacaq 2x çıxılsın 5 bərabər olacaq 3 üstü 0-a. Buradan olacaq 2x 3 üstü 0 elə 1 deməkdir uşaqlar. 5 digər tərəfə keçsəm, olacaq 5 plus 1, yəni 6, x də bərabər nəyə? 3-ə. Və mən keçən səfər bu tipli bir misal var idi. Bu içərini mən böyük bərabər 0 götürmüşəm. Yəni x çıxılsın 5 böyük olmalıdır nədən? 0-dan. Böyük bərabər. Yox, daha doğrusu böyük 0 götürməliyik. Bu da bərabər olacaq nəyə? 2x böyükdür 5-dən, x da böyükdür nədən? 2,5-dən. Aha, burada bir təzad yarandı. Kökümüzün biri 2-dir, biri 3-dür. Hansı 2,5-dən böyükdür? Yəni bu şərt ödəyir. Təbii ki də 3 olan. Deməli mən bunu götürmürəm. Bunu götürsəm əgər mötərizə daxilində 2 yazsam olacaq 2 dəfə 2 4, 4 çıxılsın 5 mənfi eləyir. Bu daxildə mənfi olmazaq. Ona görə mənim köküm olacaq 3. Yəni doğru cavab yekunda olacaq 3 götürəcəm. Keçək növbəti sualımıza. Deyir, tənliklər sistemində x kvadratı, y kvadratın tapın cəmini soruşur. Neyniyərəm? Burada ən yaxşı gəlin alt-alta toplayaq. Olsun 5x, mənfi 2y ilə də 3y toplasam eləyəcək. Üstə gəlsin, y bərabərdir 9-a. İndi mən buradakı tənliyin hər hansı birini yazıram, yuxarıdakini yazıram. 3x çıxılsın 2y bərabər 8-ə də alt-alta yaz. Yuxarının hər tərəfini 2-yə vursam, mənim tənliyim olacaq 10x, üstə gəlsin 2y bərabərdir 9-da 2-yə vuranda 18-ə. Bunun hər tərəfini 2-yə vurdum. İndi alt-alta toplasaq bu iki ifadəni, y-lər gedəcək, qalacaq 13x bərabərdir 26-ya, 8-dən 18 toplasaq, x də bərabər nəyə? 2-yə. X 2-dirsə aparıb yerinə qoyub y-i tapa bilərəm. 2 dəfə 5 eləyəcək 10, üstə gəlsin, 10 üstünə neçə gəlsəm 9 eləyir, təbii ki də mənfi 1-də. Deməli, y də olacaq nə? Mənfi 1. Və məndən də bunların kvadratları cəmi soruşur. X kvadrat üstə gəlsin, y kvadratını soruşur da. X-ım 2 idi, 2-nin kvadratı eləyəcək 4. Y mənfi 1 idi, mənfi 1-in kvadratı eləyəcək nə? Müsbət 1. Toplayanda yekunda nə eləyəcək? Cavabım 5. Yəni doğru cavab oldu 5 buradadır. Təmizləyək buranı, keçək növbəti sualımıza. 19 deyir, konusun hündürlüyü 12 cm, oturacağın sahəsi olarsa konusun doğranını tapın. Təbii ki, burada bir dənə konus çəksək. Belə çəkməyək, daha doğrusu biraz oval formada çəkək, olmadı. Bu olsun mənim konusum. Buranı birləşdirirəm. Mən bu hissəni tapmalıyım da doğranı, yəni el. Buradan bir dənə hündürlüyü endirirəm mərkəzə, həmin dairənin mərkəzinə. Burada deyir neçədir? 12-dir. H 12-dir. Və bizim bilirik ki, biz dairə oturacaq dairədir və onun sahəsi, yəni S bərabər pi r kvadratda. Və sahə deyir oturacağın sahəsi neçədir? 256. Onda pi r kvadratını bərabər eləyəcəm. Neçə? 256 pi. Buradan pilər ixtisar edəcək. R kvadratı bərabərdir 256. Buradan da r çıxacaq neçə? 16. Yəni 256 16-nın kvadratı. Buradan da deməli radius neçə oldu? 16. Burada təbii ki hündürlüyü endirmişdim. Düzbucaqlı, üçbucaq yaranır yenə. Baxın, əl çəkmir bizdən. Hər yerdə lazım olur. Yəni katetlər kvadrat, yəni 12-nin kvadratı üstə gəlsin 16-nın kvadratı. Təbii ki, mən bunu şifahi bilirəm. 20-yə bərabərdir. Amma bilməyənlər üçün yenə də hesablayaq. Bərabər olacaq elin kvadratına. 12-nin kvadratı eləyəcək 144 üstə gəlsin 16-nın kvadratı eləyəcək 256 bərabərdir el kvadratı. Buradan da olacaq el kvadratı bərabər toplayanda 144 ilə 256-nı eləyəcək 400. 400-də nəyin kvadratı? Təbii ki də 20. Deməli doğran neçə oldu? 20 olmuş oldu. Yəni el bərabərdir 20-yə. Keçək növbəti sualımıza. Ümid edirəm sınavımızı bəyənərsiniz, yenə fikirlərinizi bizimlə bölüşərsiniz. Təbii ki, digər buraxılış tipli 20 sual yenə gələcək. Deyir 20-ci sual. Birinci nasos hovuzu 6 saata, ikinci nasos 9 saata və üçüncü isə 18 saata doldurur. Hər 3 nasos eyni anda qoşularsa hovuz neçə saata dolar?
Təbii ki, biz bilirik, hər biri doldurursa, deməli hər birini toplayacağım. Birinci boru 6 saata doldurursa, 1 saata altda bir hissəsini dolduracaq. Bunun üzərinə gələcəm, çünki hər biri doldurur. 9 saata ikinci boru tam doldurursa, 1 saata 9-da birini dolduracaq. Üzərinə gələcəm, burada hissələrlə gedirik də. 18 saata tam doldurursa, 1 saata 18-də birini dolduracaq hovuzun. Və yekunda bu üçünü bir yerlikdə işləyəcək, bütün hovuzun x-dan bir hissəsini dolduracaq. Biz onu bilmirik, indi onu tapmalıyıq. Buradan da olacaq 1 bölünsün x bərabərdir. Burada belə deyək də, hər birinin məxrəcini 18-ə gətirib. Bu məxrəcini 18-ə gətirmək üçün hər birini 3-ə vuraram, eləcək 18-də 3. Bunun hər tərəfini 2-yə vuraram, sürət və məxrəci eləcək 18-də 2. Bunun da məxrəci elə 18-də 1. Bu da bərabər olacaq yekunda 1 bölünsün x bərabərdir 18-də və yaxud hər tərəfini 18-də də vura bilərsiniz. Fərq yoxdur. Kim necə istəyir həll eləsin. 18-də 3, 2, 1 cəmi neçə eləyəcək 6-ya. Təbii ki, bu da ixtisar gedir. Elə 6 ilə qalacaq nə? Belə deyək, 1 bölünsün 3 qalır. Yəni 1 bölünsün x bərabər deyiləbli olur 3-də 1. Buradan çarpaz vursaq x də bərabər olacaq nəyə? Səliqəli yazaq 3-ə. Yəni yekunda olacaq 3 saata dolduracaq. Buranı təmizləyək, keçək növbəti sualımıza. Növbəti sualımız deyir ki, funksiya verilib, f0 tapın. Aha, maraqlı sualdır. f0 tap. f0 tapın deyə, yəni ona görə deyirəm ki, yəni 0-dırsa, burada çox uşaqlar belə, necə deyim, fikrimi çatdırım. Yəni burada nə görürlərsə, aparıb x-in yerinə həmin qiyməti yazılır. Məsələn, 0 görürlərsə, aparıb 0 yazırlar. Bu belə deyil. Niyə? Çünki burada x-in öz deyil axı. X çıxılsın 1. Yəni sən yekunda bu mötərizənin içərisində sən 0 almalısan ki, 0-ı tapasan. Və burada da sən 0-ı almaq üçün x-1-dir. x-1 nə vaxt 0 olar? Təbii ki, x1 olanda da 1-dən 1 çıxanda 0 olur. Deməli sən x-in yerinə nə yazmalısan? Sən x-in yerinə 1 yazmalısan ki, burada 1 çıxılsın 1. Yekunda nə eləsin? f0 eləsin. Yəni x-in yerinə 1 yazdıq da. Bu da bərabərdir. Nəyə? X-in yerinə 1 yazdığımız üçün olacaq mənfi 3 vurulsun 1-in kvadratı elə 1 eləyəcək. Çıxılsın 6 vurulsun 1, üstə gəlsin 10. Bax, indi hesablaya bilərsən. Yoxsa aparıb x-in yerinə 0 yazmaq olmaz birbaşa. Sən bu içəridə mötərizənin içində 0 almalısın. Mötərizənin içində 0 almaq üçün x-in yerinə 1 yazmalı. X-in yerinə də 1 yazanda mənfi 3-ü 1-ə vuranda eləyəcək. Mənfi 3 çıxılsın 6, üstə gəlsin 10. Bu da eləyəcək nə? Müsbət. Bu mənfi 9 eləyir. Mənfi 9-dan da 10 toplayanda eləyəcək müsbət 1. Yəni doğru cavab olacaq burada da 1. Yəni f0 bərabər oldu 1-ə. Keçək növbəti suala. 22-ci sual. Deyir ki, görək nə deyir bizə? Diaqonalları 12 və 8 olan rombun sayəsini tapın. Təbii ki, biz bilirik ki, rombun sayəsi s bərabərdir. D1 səliqəli yazaq. D1 vurulsun D2 bölünsün 2-dir. Yəni 12 vurulsun 8 bölünsün 2-yə. Bundan bu ixtisar gedəcək, qalacaq burada 6 və 8 eləyəcək neçə? 48-ə. Yəni doğru cavab oldu 48. Biraz sürətli oldu. Təbii ki, rombun sayəsini biz bilirik ki, D1 diaqonalları hasilinin yarısıdır da. Diaqonallarla olan düstur ha. 23-cü sualın deyir, müstəvini kəsməyən parçanın ucları müstəvidən 8 və 10 cm məsafədədir və proyeksiyası 12 cm. Parçanın uzunluğunu tapın. Əla, tapaq da. Buradan bir dənə müstəvi çəkək. Çəkənmədik. Buradan bir dənə müstəvi çəkək. İndi çəkdik. Uc nöqtələr deyir, müstəvinin kəsməyən parçanın ucları müstəvidən biri 8 cm məsafədə. Biri 13. Yəni biri uzaqdır, biri yaxın. Həmin bu nöqtə biri bu olsun, biri bu olsun. Buradan perpendikulyar endirəm. Bura 8-dir, müstəvidən məsafəsini deyir də, elə deyil uşaqlar. Ona görə perpendikulyardır. Məsafə deyəndə ən yaxın məsafə, yəni perpendikulyar çəkik. Yenə deyirəm. Burada 13-dür. Aha. İndi burada mən nə edəcəm? Proyeksiyası. Yəni proyeksiya onun kölgəsidir. Bunun kölgəsi hara olar? Tutaq ki, yuxarıdan günəş düşür. Bizim burada günəşimiz olsun. Yuxarıdan şüalar düşəndə onun kölgəsi harda olacaq? Bax, bu aşağı olacaq da. Yəni buradan düz bura kimi. İndi deyir proyeksiya neçədir? Proyeksiya 12-dir. Burada yazıram 12-yə. Onda mən buradan bir dənə düz xətt çəkirəm. Qarşı tərəfə perpendikulyar. Burada düz bucaqlı, üç bucaq yanar. Burada həm də düz bucaqlı yanar. Biz bilirik düz bucağın qarşı tərəflər bərabərdir. Bura 12-dirsə, onda burada olacaq nə? 18 nə idi? 12. Bura 8-dirsə, onda burada olacaq nə? 8-ə. Aha, indi burada bir məsələ var. Bura 8-dirsə, ümumi 13 idi. 13-dən 8 çıxsam, onda qalacaq bu hissə. 13-dən də 8 çıxanda nə qalır? Bura 5. Aha, burada aldıq nə? Düz bucaqlı, üç bucaq. Həmin parçanın uzunluğunu indi tapa bilərik. Burada hipotenuzda, burada bir x desək, onda olacaq x-in kvadratı. Təbii ki, burada kifayətdir. 13-dür təbii ki.
qiymət, amma yenə də hesablayaq. Olacaq katetlər kvadrat. Yəni 12 kvadratdan 5-in kvadratı. 12 kvadratı 144 eləyir, 5-in kvadratı 25 eləyir. X kvadrat da bərabər olacaq 12, 144 ilə 25 toplayanda eləyəcək 169. X də bərabər eləyəcək 13. Təbii ki, işləyənlər şifahi olacaq, birbaşa tapa bilər. Amma yenə də bilməyənlər üçün yazdıq. X neçə oldu? 13. Həmin xəttin uzunluğu. Yekunda 13. Keçirəm 24. Yan səthin sahəsi 60 metr kubu olan kubun tam səthinin sahəsini tapın. Yan səthin sahəsi biz bilirik ki, S bərabər nədir? 4 dənə yan səthi var və hər biri kubun hər bir üzü kvadrat olduğu üçün və kvadratın da sahəsi A kvadratı ilə tapıldığı üçün olacaq 4 vurulsun A. Deyir, yan səthin sahəsi 60. Bunu bərabər eləyəcəm S yan. 60-a buradan olacaq A kvadratı bərabər 4-ə bölsəm eləyəcək 15. Da buradan kök almıram. Niyə? Çünki yenidən kvadratı yüksəldəcək də. S tam nəyə bərabərdir? Tam səthin sahəsi biz bilirik ki, kubun neçə üzü var? 6 üzü var. Yəni dediyimiz ki, hər biri kvadratlı olduğu üçün A kvadratı olacaq. Olacaq 6 vurulsun 6 üzü olduğu üçün 6 A kvadratı. A kvadratı ilə birbaşa yerinə yazıram 15. 6 vurulsun 15-ə. Bu da bərabər eləyəcək neçəyə? 90-a. Yəni tam səthin sahəsi S tam bərabər oldu 90. Keçək növbəti sualımıza. Bəli, bir dənə də ehtimal sualımız var burada. Ehtimala aid də işləyək. Yekun qutardı da. Aha. Deməli 25-ci sual. Deyir, 11-ci sinif şagirdlərinin riyaziyyat fənnindən aldığı qiymətlərin statistikası bar qrafda göstərilmişdir. Bu arada bu bar qrafdır. Deyir, bu sinifdən təsadüfi seçilən bir şagirdin 3 qiyməti alması hadisəsinin ehtimalını tapın. Deməli, biz ilk öncə nə etməliyik? Ümumiyyətlə ən başdan gedək də. P ehtimal nəyə bərabərdir? Əlverişli halların sayı bölünsün mümkün halların sayını. İndi mən əlverişli halların sayını tapmalıyam, bir də mümkün halların sayını tapmalıyam. Əlverişli halların sayı bizə nəyi soruşur? 3 qiyməti alanları soruşur da, elə deyil. 3 qiyməti alanlar, burada qiymətli uşaqlar, baxın yazıb. Burada da şagirdlərin sayı. 3 qiyməti alanlar görürəm ki, o xara gedir, 20-ni göstərir. Yəni əlverişli halların sayı neçədir? 20. Mümkün halların sayı isə bütün şagirdləri götürəcəm. Yəni bütün neçə qiymət alıb 2, 3, 4, 5 qiymət alanların hamısının sayını götürməliyim. Yəni mümkün hallar. Burada 15 dənədir. Olacaq 15. 2 alan var. Üstə gəlsin 20 dənə 3 alan var. Olacaq üstə gəlsin 20. Üstə gəlsin 4 alanların sayı 30-dur. Üstünə gəlsin 30. Bir də üstə gəlsin 5 alanların sayı 25-dir. Bu da bərabər olacaq neçə? 25. Bu da bərabərdir 55, 25, daha doğrusu 65, 25 də o 90. Deməli, oldu 90. Mənim mümkün halların sayı 90-dır, əlverişli halların sayısı 20-dir. Buradan da ixtisar aparsaq, qalacaq nə? 9-da 2. Yəni, mənim ehtimalım yekunda oldu 9-da 2-yə. Bugünlük bu qədər sınağımız belə bundan ibarət idi. Neçə gündür deyirdiniz ki, ay müəllim, çətindir suallar, çətindir. Artıq bir dənə sınaq işlədik. İndi yekunda yenə siz öz qərarınızı verərsiniz. Çətin idimi, asan idimi? Məncə normal sınaq idi. Belə uşaqlar, bu arada unutdum ən başda qeyd etməyi. Yəqin ki, üz qapağında yazaram. Yəni kim hara düşübsə köməkləşin. Yəni bir-birinizə dəstək ola bilərsiniz. Yəni hara düşmüsünüz, bir-birinizlə əlaqə saxlaya bilərsiniz yorumlarda. Sağ olun uşaqlar, özünüzə yaxşı baxın. İnşallah imtahan yaxşı olacaq. Özünüzü sıxmayın. Yenə 20 sual sayı olacaq. Buraxılış tipli 20 sual. Bir dənə də video izahımız gələcək. İmtahana kimi az bir vaxtımız qalıb. İnşallah nəticələr yaxşı olacaq. Təki optimist olun, özünüzü sıxmayın. İnşallah əla olacaq hər şey. Sağ olun uşaqlar, görüşənə dək gələn videomuza.